Salam dəyərli izləyicilər, xoş gördük sizləri təkrar. BSN bir suala baxırıq. Deyir, ən böyük hansı ədəd daxil etdikdə proqram əvvəlcə 13, sonra 29411 ədədlərini çap edir. Deməli, biz bura fikir versək, T-yə nə gəlib? 13 gəlib, M-ə nə gəlib? 29411. Gördüyümüz kimi T N alıb da, düzdür burada? N alıbdır. N sonuncu dəfə burada qiymət alıbdır, sonuncu dəfə burada 13 alıb. M nə alıbdı? M də T-ni alıbdı. T də ən sonuncu dəfə burada qiymət alıb. 29411 alıb. İndi biz baxaq görək, bunlar niyə yəni 13 və yaxud da niyə 29411 alıb. Deməli, R 17-dir. Burada görürsünüz ki, R dəyişməzdir. 17-dən hər hansısa bir n ədədi böyük bərabər olduqca bura işləyəcək. Böyük bərabər olduqca bura işləyəcək. T əvvəldə 0-dır və burada 1 artıb. Deməli, T nə edib? Sayıb. Düzdürmü? Deməli, 29411 dəfə bura işləyib, düzdürmü? Çünki bura 0-dır, burada 1 artıb. Yaxşı, bura işləyibsə, 29411 nə deməkdir? N hansı bir ədəddirsə, mən ondan 17-ni 29411 dəfə çıxmışam. Başa düşdünüz? Bax, 17-dən böyük bərabərdirsə, gəlirəm burada sayıram və çıxıram, sayıram və çıxıram. 29411 dəfə çıxmışam, onun çıxandan sonra əlimdə 13 qalıb. 13 17-dən böyük bərabər olmayıb, olduğu kimi qalıb və M burada 13 alıb. Təzədən burada elə belə də, yəni yalandan deyəndə, yəni buradan da kəsmək olardı proqramı, nəysə. Burada deməli M neyini T-dən yoxlayır kiçiyəmmi, yəni 13 alıb, 13 kiçikdir 29411-dən, bəli. M təzədən T-ni alıb, T də təzədən N alıb. Nəsə də yer dəyişməyiblər, onun üçün 29411-i çap ediblər. Buradan da kəsə bilərdik, problem yoxdur, amma nəsə belə eləmişik. Biraz göz qorxusun. Nəysə, amma elə də qorxulu çətin bir proqram deyil. Beləsinə, yəni 29411 dəfə mən 17-ni çıxmışamsa, bunu vuracam buna. Əlimdə də qalığım 13 qalıbdırsa, üzərinə də 13 gələcəm. Bu qədər sadə. İndi 29411-i 17-yə vurub, üzərinə 13 gələk görək necə edir. 29411 29411 vurulsun 17, üzərinə gəlsin neçə? 13. Deməli neçə verir? 500.000. Cavabımız nə olacaq burada? C variantı. Bu qədər. İzahımız bu qədər. Ümid edirəm hər bir kəs üçün aydın olmuşdu. Yəni çətin bir sual deyildi. Sadəcə biraz diqqət tələb edir. Bu tip suallarımız davam edəcək. WhatsApp linkini və kanalımızı, qrupumuzu yerləşdirəcəm açıqlama bölməsinə. İstəyənlər qrupa qoşula bilərlər. İmtahan qabağı inşallah növbəti bir çətin sınağımız olacaq. Hələlik.